بسم الله الرحمن الرحيم. والعاقبة للمتقين فلا عدوان إلا على الظالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه والتابعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي وزدنا علما. أما بعد، فالسلام عليكم ورحمة الله وبركاته. Bugün Allah'ın izni ve yardımıyla 3 mesele hakkında danışacağız inşallah. Birincisi xuflar üzerinde məsdir. Tabii ki bilirsiniz ki yani məs məsələsi, yani xuflar üzerine məs Kur'an-ı Kerim'de varid olmayıb. Bu barədə gələn səhih rivayətləri inşallah Səbil Rəşad kitabından, yani biz sənədi ilə, təxrici ilə oxumuşuq. Sadəcə burada mətni inşallah oxuyacağıq. Hansı səhih hədisləri varid olub. Ondan sonra danışacağıq. Babul məshi aləl xuffeyn an Urbata ibn-i Mughira an abihi Mughirati ibn Şu'bah an Rasulillahi sallallahu aleyhi ve sellem ennehu kharaca li hacetihi fetteba'ahu Mughira بإدابة فيها ماء فصب عليه حين فرغ من حاجته فتوضأ ومسح على الخفين. وفي رواية عن المغيرة ابن شعبة أنه كان مع رسول الله صلى الله عليه وسلم في سفر، وأنه ذهب لحاجة له، وأن مغيرة جعل يصب الماء عليه وهو يتوضأ، فغسل وجهه ويديه ومسح برأسه ومسح على الخفين. أخرجه مالك والحميدي وأحمد والدارمي وعبد بن حميد والبخاري ومسلم وأبو داود وابن ماجة والترمذي والنسائي وابن خزيمة. Hadis-i şerifte Urva ibn-i Mughira atası Mughira ibn Şu'ba'dan Resulullah sallallahu aleyhi ve sellem rivayet ediyor ki aleyhissalatü vesselam bir gün ihtiyacı için, yani tabi ihtiyacını dəf etmək üçün deyir, çıxdı və Mughira da əlində bir qap su onun dalında gedirdi və ihtiyacını dəf etdikdən sonra ona su tökdü və Peyğəmbər sallallahu aleyhi ve sellem dəstəmaz aldı və xuflarının üzerine məs çəkdi. Digər bir rivayət də inşallah yəni eyni məzmunları sadəcə olaraq adı ilə zikr olunur ki, üzünü yudu, əllərini yudu, başına məs çəkdi və xuflarına məs çəkdi. Hədisi Malik, Hümeydi, Əhməd, Darimi, Abd ibn Hümeyd, Buxari, Muslim, Abu Davud, İbn Macə, Tirmizi, Nəsai və İbn Xuzeymə rivayet etmişlerdir. Nebati bir rivayetimiz Adel Asvad ibn Hilal Anil Mughirati ibn Şu'bata قال بين أنا مع رسول الله صلى الله عليه وسلم ذات ليلة إذ نزل فقضى حاجته ثم جاء فصببت عليه من إداوة كانت معي فتوضأ ومسح على خفيه. أخرجه Muslim. Yine Mughira ibn Şu'ba radıyallahu anh deyir ki, Resulullah sallallahu aleyhi ve sellem'le birlikteydim bir gece ve deyir ihtiyacını dəf etmək üçün düşdü, yani minindən düşdü. Sonra ben geldim, ona bir qabdan, yani su qabından su tökdüm. Mən hansı ki qab mənim yanımdaydı və dəstəmaz aldı və xuflar üzerine məs çəkdi. Bu hadisədə Muslim rivayet etmiştir. An Hammam ibn el-Harith قال رأيت جرير ابن عبد الله بال ثم توضأ ومسح على خفيه ثم قام فصلى فسئل فقال رأيت النبي صلى الله عليه وسلم صنع مثل هذا. قال إبراهيم فكان يعجبهم لأن جريرا كان من آخر من أسلم. وفي رواية عن حمام بن الحارث قال رأيت جرير ابن عبد الله يتوضأ من مطهرات المسجد الذي يتوضأ منها العامة ثم يمسح على خفيه، فقيل له أتفعل هذا؟ قال وما يمنعني وقد رأيت رسول الله صلى الله عليه وسلم يمسح على خفيه. أخرجه الطيالسي والحميدي وابن أبي شيبة وأحمد والبخاري ومسلم وابن ماجه والنسائي وابن الجارود
وابن خزيمة وابن حبان وأبو عوانة والطبراني والدارقطني والبيهقي. Bu hadis-i şerifte de Hammam bin Haris deyir ki, Cərir ibn Abdullah'ı gördüm, Sidiyə getdi, sonra dastamaz aldı və xoflar üzərinə məhz çəkdi, sonra qalxdı, namaz qıldı və soruşuldu. Və dedi ki, Nəbi sallallahu aleyhi və səlləmi belə edərkən gördüm. Yəni, adam kiçik bir ailə gedir, sonra dastamaz alır və xoflar üzərinə məhz çəkir və namaz qılır. Və ondan barədə soruşurlar, deyir ki, Nəbi sallallahu aleyhi və səlləmi belə edərkən gördüm. Bir dəfə yenə də eyni hadisə baş verir. Deyir ki, Cəriri insanların məsciddə dəstəmaz aldığı qapıdan dəstəmaz aldığını gördüm. Sonra gördüm ki, xoflar üzərindən məhz çəkir və dedim ki, deyildi ki, sən belə mi edirsən? Dedi ki, mənə nə mane olur ki, mən artıq Rasulullah sallallahu aleyhi ve sellem belə edərkən görmüşəm. Yəni, sələfin fəhmi ilə əməl etməmişdir təbii ki. Deyir ki, mənə nə mane olur. Yəni, Rasulullah sallallahu aleyhi ve sellem belə edərkən görmüşəm, mən də belə edirəm. Rəsul bir sələfə, tələfə, xələfə ehtiyacı yoxdur ki, onun fəhmi ilə nasıl başa düşək. Peyğəmbər sallallahu aleyhi ve sellem edib deməli, edə bilərik. Nə zaman ki, qadağan etsə özü, o zaman başqa məsələ. Aleyhissalatu vesselam. عن شريح ابن هاني قال سألت عائشة عن المسح فقالت ائت عليا فهو أعلم بذلك مني. قال فأتيت عليا فسألته عن المسح على الخفين فقال كان رسول الله صلى الله عليه وسلم يأمرنا أن نمسح على الخفين يوما وليلة وللمسافر 3. وفي رواية عن النبي صلى الله عليه وسلم في المسح على الخفين قال للمسافر 3 أيام وليالهن وللمقيم يوم وليلة. أخرجه الحميدي وابن أبي شيبة وأحمد والدارمي ومسلم وابن ماجه والنسائي وأبو يعلى وابن خزيمة وابن حبان. Bu hadis-i şerifte de Ayşe'den diye soruştum. Şureyh ibn Hani deyir ki, Ayşe'den soruştum. Məhz haqqını dedi ki, əlinin yanına get, o bunu məndən daha yaxşı bilir. Və deyir, əlinin yanına getdim və ondan xuflar üzərinə məhz çəkməyi soruştum. Dedi ki, Rasulullah sallallahu aleyhi ve sellemə aleyhissalatü vesselam bizlərə bir gün və bir gecə xoflar üzərinə məhz çəkməyi və misafir üçün isə 3 gün bunun olacağını söyləmişdi. Digər bir rivayətdə isə Nəbi sallallahu aleyhi ve sellem xoflar üzərinə məhz barəsində demişdir ki, misafir üçün 3 gün və 3 gecə, muqim üçün isə 1 gün və 1 gecə. Yəni bu hədislər inşallah xof üzərinə məhzlə bağlı hədislər idi, səhih rivayətlər. Yəni gördüyünüz kimi bu hədislərin heç birisində dəstəmazlı halda geyinmək və s. kimi şərtlər yoxdur. Həmçinin gördünüz ki, bu hədislərin heç birisində yəni, corabdan söhbət getmir, corabın adı çəkilmir və aydın olmuş olur ki, corabın məhzlə heç bir əlaqəsi yoxdur. Və xufun da məhz ayaqqabı olduğunu biz inşallah buradan görmüş oluruz. Çünki hər hansı bir ayaqqabıdan yəni, söhbət getmədi burada və Rasulullah sallallahu aleyhi ve sellem xoflar üzərinə məhz çəkmət göstərir ki, yəni onun ayağında yəni ondan başqa bir şey olmuyor. Yəni xof da ki, ayaqqabıdır. Çünki Rasulullah sallallahu aleyhi ve sellem xofları nə'al, yəni deyirlər. Nə'al də topuğun altına qədər topuqdan olan ayaqqabı deyirlər ərəbcədə. Onların yerinə, yəni əvəzinə geyilə biləcəyini zikr etmişdir. Bunun dəlili an Nafi' an Abdullah ibn Amr enne raculan sa'ala Rasulullah sallallahu aleyhi ve sellem ma yelbasul muhrimu mineth-thiyab. Faqala Rasulullah sallallahu aleyhi ve sellem la telbasul kumus ve la'l amaim ve la'l sarabilat ve la'l baranis ve la'l khifaf illa ahadun لا يجد نعلين فليلبس خفين وليقطعهما أسفل من الكعبين ولا تلبسوا من الثياب شيئا مسه الزعفران ولا الورس
وفي رواية أن رجلا قال يا رسول الله ماذا نلبس من الثياب إذا أحرمنا؟ فقال لا تلبسوا القمص ولا السراويلات ولا البرانس ولا العمائم ولا القلانس ولا الخفاف إلا أحد ليست له نعلان فليلبسهما أسفل من الكعبين ولا تلبسوا من الثياب شيئا مسه ورس ولا زعفران. قال وكان عبد الله بن عمر يقول ولا تنتقب المرأة ولا تلبس القفازين. أخرجه مالك والحميدي وابن أبي شيبة وأحمد والدارمي والبخاري ومسلم وأبو داود وابن ماجة والترمذي والبزار والنسائي وأبو يعلى وابن خزيمة وابن حبان والدارقطني والبيهقي. Diğer yani bu mezmunda olan hadisler vardır ki mesela birinde buyurulur ki yine Abdullah ibn Ömer'den gelir. Diyor ki neha Resulullah sallallahu aleyhi ve selleme en yelbesel muhrimu thawban masbuğan bi za'faran ev vars. Ve kâle men lem yecid na'leyni fel yelbes huffeyni ve yakta'huma asfele minel ka'beyn. Yani bu rivayetlerde bir kişi soruşur ki ya Resulallah yani muhrim geyimden neyi giyinebilmez ve Peygamber sallallahu aleyhi ve sellem orada bazı geyimler sayar. İnşallah hac babında bunları bu hadisi geniş İnşallah yani okuyacağız ve hemçinin de orada yani bu adları sözleri izah edeceğiz. Burada bize yani maraklı olan bizim yani mevzumuza delil olan tarafı ise Resulullah sallallahu aleyhi ve sellem filan şeyleri giymeyin deyir ve deyir ki istisnadır o kəs ki onun na'lləri yoktur yani ayakkabıları yoktur. O zaman buna deyir ki yani iki huf giyinsin, huflar giyinsin ve topuğun altından olan hissəsini kəssin. Deməli Resulullah sallallahu aleyhi ve sellem hufları yani ayakkabının yerine giyinilebileceğini beyan etmiştir. Həmçinin ayakkabı halında görsənməz. Yani huflar uzun boğaz olur. Na'lin ise topuğa kadar olur ve topuktan aşağı olur. Yani onu oxşatmaq üçün deyir ki topuğun alt tərəfində olan yerindən kəssinlər. Yəni ki topuq bərabərinə və topuktan aşağı olsun. Bu da onu göstərir ki huflar yəni corab değildir. Huflar bir ayakkabı növüdür. Yani uzun boğaz ayakkabı növüdür inşallah. Ve Resulullah sallallahu aleyhi ve sellem bundan başkasının üzerine məs çəkməmişdir. Onun için de corabların üzerine məs çəkmək yani qiyas etməklə mümkündür. Kim ki bunu etmiştir. Yani heç zayıf hadisler belə inşallah yani. Allah-u alem bildiğim kadarıyla yani. Orada hiçbirinde corab zikr olunmur ki Raşid ibn Sa'd rivayeti ki vardır. Tavban radıyallahu anh'da gelen rivayeti. Hemen hadis birincisi sahih değildir. İkincisi orada belə yani corabdan söhbət getmir. Yani xofların başka bir ismi yani təsaxin keçir. Yani cəm şəklində olan bir sözdür. O da yani lüğət əhlinin de bəyan ettiği kimi o da xoflar deməkdir. Corab demək değildir. Dolayısıyla Allah subhanahu wa ta'ala buyurur ki وَمَا آتَاكُمُ الرَّسُولَ فَخُذُوهَ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Resul size neyi verirse onu götürün. Neyi qadağan edirsə ondan çəkinin. وَاتَّقُوا ve Allah'tan korkun. اِنَّ اللّٰهَ شَدِيدُ الْعِقَابِ. Hakikaten Allah azabı şiddetli olandır. Ve iç kıyası da iblis etmiştir. İblise Allah subhanahu wa ta'ala deyəndə ki, qala ya iblis ma mana'aka an tasjuda lima khalaqtu bi yadayya astakbarta am kunta minal alin. Qala ana khayrun minhu khalaqtani min narin ve khalaqtahu min tin. Allah subhanahu wa ta'ala buyurur ki, ey iblis, iki əlimlə yaratdığıma səcdə etməyə sənə də mane olur. Yani böyüklük mü gösterdin yoksa yani kibir mi gösterdin yoksa böyüklerden mi oldun? İblis deyir ki, mən ondan xeyirliyəm, məni ondan, onun üçün torpaqdan yaratmışam.
Yani iblis burada bir növ qiyas edir. Yani qiyas etməyə də təbii ki bir dəlil yoxdur. Aleyhissalatu vesselam necə edibsə etmək lazımdır. Dolayısıyla çorablar üzərində məs etmək Allahu aləm caiz değildir. Caiz olan xufların, yəni topuqdan yuxarı olan ayaqqabıların üzərinə məs etməkdir. İkinci və üçüncü məsələlər isə Resulullah aleyhissalatu vesselam hər hansı bir sahih hədisdə sallallahu aleyhi ve sellemin bir veya bir neçə və ya qadınlar cəmaatına, yəni sırf qadın cəmaatına namaz qıldırması gəlməmişdir. Yəni mövzunu daha da açıq sözlə desək, yəni ki, məsələn 3 nəfərdən, 5 nəfərdən, 50 nəfərdən, 20 nəfərdən, 2 nəfərdən ibarət olan bir qadın topluluğuna, sırf qadın, ya o da kişi yoxdur. Elə bir qadın cəmaatına namaz qıldırmağına dair bir hədis gəlməmişdir ki, onlara imamlıq eləsin, cəmaat namazı qıldırsın onlara. Və Resulullah sallallahu aleyhi ve sellem hamınız bildiğiniz kimi, yəni minbərdə namaz qılaraq, yəni hamının gözünün qarşısında buyurmuşdur ki, sallu kəmə rəaytumuni usalli, necə mən namaz qılan görürsünüz, eləcə də namaz qılın. Və aleyhissalatu vesselam qadın topluluğuna, sırf qadın topluluğuna imamlıq edib cəmaat namazı qıldırmadığı için biz də belə bir şey etmirik. Bir kişi öz evində zövcəsi ilə bərabər cəmaat namazı, qızı ilə, anası ilə bərabər cəmaat namazı qıla bilməz. Deyilsə ki, bunu qadağan edən bir şey yoxdur. Dediyimiz hədis ki var ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, sallu kəmə rəaytumuni usalli, necə mən namaz qılan görürsünüz, elə namaz qılın. Peyğəmbər sallallahu aleyhi ve sellem qadınlara imamlıq edib namaz qıldırmamışdır. Qadınlar toplumunda mütləq gərək kişi xeylav olsun ki, bir nəfər də olsa həmin topluluğa namaz qıldırmaq kəsərli olsun. Çünki aleyhissalatu vesselam dediyim kimi sırf qadın topluluğuna namaz qıldırması və ya zövcəsi ilə bərabər ikisi birlikdə cəmaat namazı qılmağına dair bir rivayət yoxdur. Səhih rivayət bilmirik. Əgər hər hansı birisinin əlində səhih bir hədis varsa isnadı ilə, qaynağı ilə bizə xəbər versin. Ki, inşallah ki yoxdur. Amma yəni bu elmdir. Biz bəşəri xata edə bilərik, o babdan zikr edirik. Üçüncü məsələmiz, hər hansı bir səhih hədisdə bir qadının namazda imamlıq etməsinə dair bir hədis, səhih hədis inşallah gəlməyib. Yəni qadınlar topluluğuna, qadınlar cəmaatına imamlıq eləyib namaz qıldırmasına dair səhih bir rivayət yoxdur. Onun üçün deyirik ki, qadının imamlıq etməsi nə qadın topluluğuna, nə kişi topluluğuna, nə də qarışıq müsəlman kişi və qadınların cəmaatına namaz qıldırması caiz deyildir. Çünki Resulullah aleyhissalatu vesselamın döneminde belə bir şey baş vermədiyi üçün biz deyirik ki, əgər caiz olsaydı, bunu müsəlmanlar edərdilər. Üzrlərlə bərabər cəmaat namazı qılardılar. Deməli ki, məşru olmadığı üçün belə bir şey cıvılmamışdır. Allah'ın doğrusunu bilir ve ahiru da'vanan elhamdülillahi rabbil alemin.